ciğerlerim kanıyor. Beni gören deli olmuş tanıyor. Ölürümde ayrılamam yar senden. Beni gören deli olmuş sanıyor. Ölürümde ayrılamam yar senden. Ölürümde ayrılamam yar senden. Evlerinde lambaları yanıyor. Göz göz olmuş ciğerlerim kanıyor. Evlerinde lambaları yanıyor. Göz göz olmuş ciğerlerim kanıyor. Beni gören deli olmuş tanıyor. Ölürümde ayrılamam yar senden. Beni gören deli olmuş sanıyor. Ölürümde ayrılamam yar senden. Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılarımız, xoş gördük, istədiklərimiz bizi uzaq, yaxın məsafələrdən eyni saatda, eyni vaxtda izləyən sevimli tamaşaçılarımız. Artıq başlayırıq. 2 saat ərzində yenə də studiyamız qonaqlı qaralıdır. Bugün də sənət dostlarımız yığılıb gəliblər. Yenə Aşıq Mübariz sazlı qoltuğuna vurub gəlib, yenə Samir Biləsuvarlı birini gözəl mahnılarını həqiqətən də bu günləri efirimizdə təqdim edəcək və inşallah başqa qonaqlarımız da olacaq. Bunların hamısı birazdan sonra baş verəcək. Amma indi bizim dəyərli tamaşaçılarımız, mən istəyirəm sizə çox qısa bir belə deyək də sponsorlarımız haqqında məlumat verim. Deməli, proqramımızın baş sponsoru Milan VIP Hospitaldır. Hal-hazırda həkimlərin qəbulu pulsuz olaraq keçərlidir. Milan VIP Hospitalında stasionar şöbədə fəaliyyət göstərir. Bölgələrdən gəlib, orada yatış götürüb, müalicə almaq istəyirsinizsə, mütləq Milan VIP Hospitalından əlaqə saxlayın. Robot test aparatı, bilirsiniz, ölkəmizdə çox belə populyarlaşmış bir aparatdır. Robot test aparatı cəmi cümlətanı 180 manat deyil, 50 manatdır. Təsəvvür edin. Buyurun, əlaqə saxlayın. Agromal Özbəkistan məhsulları, bəli, robot test aparatı buydu. Orxan, çox sağ ol. Demək, Agromal Özbəkistan məhsulları Bakıda bir sıra, Bakının bir sıra belə deyək də, nöqtələrində və o cümlədən Azərbaycanın rayonlarının demək olar ki, hamısında artıq mağazalarını açdı. Agromal Özbəkistan məhsullarıdır, kilo ilə pal-paltarların satışını edən bir tək ünvandır və Agromalda istədiyiniz pal-paltarları siz 1 kilosunu 20 manata rahat bir şəkildə əldə eləyə biləcəksiniz. Doktor Seyfəddin klinikası da bizimlə bərabərdir. Təbii üsullarla müalicənin bir tək ünvanıdır. Bütün xəstəliklərlə bağlı, xüsusilə cinsi zəiflik, bundan əlavə prostat, bundan əlavə deməli, migren, zob, yəni nə xəstəlikləriniz varsa, siz demək, Doktor Seyfəddin klinikası ilə əlaqəyə keçib müalicə götürə bilərsiniz, əziz tamaşaçılarımız. Biz neyniyək? Orxan, neyniyək? Buna nə oldu? Bu niyə üstümə ayağını çəkə-çəkə gəlib? Adam şil gəlib üstümə, bu nə olub buna? Aşıq Mübariz sazını qoltuğuna vurub gəlib, Samir də bir nəfəri qoltuğuna vurub gəlməyib, gözəl mahnılarla gələcək. Amma birazdan sonra başqa qonağımız da olacaq, nəğməli qonağımız. Amma hal-hazırda əziz tamaşaçılarımız, nömrəni görürsünüz, əlaqə saxlayın qonaqlarımızla. Mütləq əlaqə saxlayın ki, onlarla geçək burada söhbətləşəyin. İfa ilə əslində istəmirəm, Orxan. Hə? Onda belə eləyək.
Aşıq mübarizi dəvət eləyək ifası ilə bura dəvət eləyək. Ondan sonra birbaşa reklamlara ayrılacaq. O birisi qonağımız artıq burada olacaq. Reklamlardan sonra. Mübariz gəl. Davam edirik əziz tamaşaçılarımız. Samir, xoş gəldin. Mübariz, sənin də bir dəqiqə mikrofonu vereyim Samir. Necəsən, nə var, nə yox Samir? Xoş gününə gələk əzizlər. Salam, hər vaxt xeyir olsun. Dəyərli tamaşaçıları salamlayıram. Samir, necəsən? Mən yaxşıyam, təşəkkür ederim. Mübariz də mənim Mübariz, sən mənim dəyərli qardaşımdır. Sağ ol, sağ ol. Sən necəsən Mübariz? Var ol, bizə hal-hazırda işini, gücünü tərk edib efir qarşısında oturan bütün tamaşaçıları salamlayıram. Mübariz arada, deməli, əziz tamaşaçılarımız mənə yazır. Bir də görürsən, orada olur, burada olur, nə bilim, Bərdədə, bu bilirsən də qaynanasını dəhşət çox istəyir. Kim qaynanasını çox istəmir? Sən də çox istəyirsən. Bir, sağ ol da. Onda yaxşıdırlar ki, çox istəyirsən də. Adam da var, deyir ki, qaynananı görəndə elə bil ki, qutuda ilan görürəm. Yox, heç şey yoxdur. Yoxdur? Heç şey yoxdur. Anadır, evet. Ananı nətər görəndə qutuda ilan görə bilərsən. Hələ qaynana olmasını, başqa anaları görəndə nə danışsın sən? Onda sənin qaynanan səni də çox istəyir. Mübarizin qaynanası, Mübariz hər dəfə gedəndə ora Nələr eləyir? nələr eləyir, nələr.
Beçənin harda balacası var onu kəsir. Balacası. Bilir ki balacası yeməli olur axı. Hə. Buna qıymır da. Samir düz deyir, mən Beçənin balacasını çox istəyirəm. Adı nədir? Xoşlayıram. Qaynananın adı. Qaynanamın adı. Gülbəniz, Gülbəniz. Gülbəniz xanım. Gülbəniz xanım, Gülbəniz anamız. Öpürəm səni, bağrıma basıram. Sağ olun, Yəni sağ olun, öpürəm sizi. belə bir yezdən vardısa demək olar ki, dağsansan. Mübarizin özü yaxşıdır axı. Var ol, işte. sağ ol. Məsələn, mənim belə deyim də, dostlarım pis ola bilməzlər. Onu mən Sən də deyəyim. Onu mən bir başqa deyəyim. səni çox istəyirəm. Keçən efirdə də demişəm bunu. Zarafatımız ola bilər, aramızda heç kimlə eləmədiyimiz zarafat, dalaşa bilərik, məsəl üçün deyirəm, inciyə bilərik, amma biz bir-birimizdən heç vaxt küsə bilmərik. Bəs indi bunu ölməsin. Aşıq telli ilə oturuq xəngər yeyirəm. Deyir ki, bu görmək mənə yumurta gəlir, pendir gəlir. Deyirəm, o kim gətirir o? Razında oturmuşuz, xəngər yeyirik. Bir də görəm ki, kim gətirir yumurtanı? Samir göndəribdir. Ada yumurtanın başını bırak ediyar. Hansam ya? Ada. Bu da ana bu. Sənə göndərik. Yox, Yox, Samir, yox. Samir telliyə göndərib. Rayondan, Deyir, yox. Toydaydım deyir, biləsi var da. Bir Yox. kəlmə dedim ki, mənə yumurta alalım. Samir də deyir ki, ha qurbandır sənə. Kənd yumurtası. Rayondan mənə kət məhsulları gəlir də. Bir dəfə görmədim qardaşıma da deyəsən ki, ay qardaş, qırağından al, sən də ye. Hə, mənə gəlib pay gələndə mən də verdim Telli xanıma da mən sana bir dənə söz deyim. Yadında da qışda biz nə sifariş vermişdik, hələ yayda hələ gəlib çıxmır. Gələcəkdə o məndə deyirəm, Deməli mübariz. Online alış. Qış aylardı qulaq as. Qış aylardı, bir yerdə oturmuşuq. Bu da nəm girib səhifəyə, nəm hara girib bilmirəm. Adını çəkmirəm də bilirsiniz. Online nəyəsə paltar sifariş verir. Mənə də göstərdi paltarları bir-bir. Mənə də xoşum gəldi. Götdü hamısını bir-bir vurdu. Ay nəm 800 manat elədi, nə qədər elədi. Mən də çıxartıb bunu verdim. Demək qardaş, o qış, hələ yaydı mənim qutqam gəlməyib. Hə, bu açıq gedəcək bu. O tamaşaçılarımız bilir söhbət hansı saytdan gedir. 14-15 gündür qardaş. Orada yanğın baş veribdi. Hələ qışdan vermişik ki, biz Elə bu olsa yanğı da. Samiri görür. Yanğın... Vallahi orada yanğın baş verib. O mənə görə yanıb yusbaş. Oranın ambarı yanıb ona görə. Onlara denən Samir səbirsizdir. Bir gözəl xanım var. Biz desən, səhv eləmiriksə, səndən toyda olanda da Cərlabadda bu xanımı görmüşdüm toyda. Yaman Bəli, bir orada yerdə- da oxuyurdu. Öz mahnıları da var, amma mən öz ifalarımdan vermişəm. Bugünkü ifa etdiyi ifalar ikisi də Sən hər mənimdir. zaman ifalarını verməzsən. Mənim ürəyim təmizdir ya. Doğrudan. Vallahi Bəs o yaxşı- günlər yaxşı deyirdi insanlara ki, verirəm də. Falan mahnılarımı YouTube'dan sildim. O başqa bir şeydir. Yəni icazəsiz oxumaq başqa bir şeydir axı. İcazəsiz Bunun oxuyarsa artıq halallığını vermirsən ki, özüm verərəmsə, hə, o başqa bir şey. Bax, balam üçün yaşayıram, təzə oxumuşam. Görürəm qardaşım, mahnının nədə xeyrini görməmişəm. Görürəm başqaları götürüb oxuyur. Ha qardaş, bunun xeyrini görüm heç olmuyor da. görüm Xeyrini çörəyin görüm ki, yiyeyim. üç qızın çörəyindən, üç ömür qırağından da qara çörək də olsa biraz yeyim də. Yiyeyim də. Belə eləyək, xanım gəlsin ifası ilə Vüsalə xanım. Vüsalə Sabir qızı. Amma mən eşitdim ki, bir neçə Vüsalə Sabir qızları var. Nə oldu? Onda dəyişək bu il. Adını dəyişək. Bugün sənə Dəyişək. mən özüm fikirləşəcəm. Sifəti çox güləndir. Vüsalə gülər də buna yaraşar. Vüsalə gülər. O da olar, o olar. Sifətində bir gülərlik var. Elləgidən sonra peşmançılıq olmaz. Yox, olmaz. Onda belə deyirik. Elə güləyən qız, şirin qız, Vüsalə xanım gülər. Gəlsin efirimizə, ifası ilə. Şənlik qatsın. Mübarizin də üzü güldü elə deyəndə. Xoşuna gəldi deyəsən ad. Vüsalə xanım gəlsin efirə və sonra Samirdən dinləyərik mahnı. İfası ilə buyursun. Eşit ay ömrümün baharı, bu sevgini çok görme bari. Hiç neyim yoktu bir ömrüm var, gel onu böyle yarı yarı. Eşit ay ömrümün baharı, bu sevgini çok görme bari. Hiç neyim yoktu bir ömrüm var, gel onu böyle yarı yarı.
yaşarsan, yanımda varsan, həyat gözəlləşər, yanımda qalsan. Adın dilimdə, əlin əlimdə, gəlir gözəllik qətri üzün güləndə. Eşiday ömrümün baharı, bu sevgini çox görmə barı. Heç nəyim yoxdur, bir ömrüm var, gəl onu bölək yarı yarı. Eşiday ömrümün baharı, bu sevgini çox görmə barı. Heç nəyim yoxdur, bir ömrüm var, gəl onu bölək yarı yarı. Eşiday ömrümün baharı, bu sevgini çox görmə barı. Heç nəyim yoxdur, bir ömrüm var, gəl onu bölək yarı yarı. Eşiday ömrümün baharı, bu sevgini çox görmə barı. Heç nəyim yoxdur, bir ömrüm var, gəl onu bölək yarı yarı. Teşekkür edirik Salih xanım, xoş gəldiniz, əyləşin. Və əziz tamaşaçılarımız, çox qısa bir aramız var. Xatırladıram ki, Milan VIP Hospitalın Agromal Özbekistan məhsullarının və Doktor Seyfəddin Klinikasının sponsorluqları ilə bizi canlı izləyirsiniz. İzləyək, 2 dəqiqəlik ara verək, sonra davam edəcək. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin Klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin Klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik, əziz tamaşaçılarımız. Hə? Davam edirik, qonaqlarımız burada. Qəşəng bir çay gətirib. Get görək Samir, çaydan get görək. Mübariz bayaqdandan çay istəyir. Get görək. Yanırsan sundan. Salih xanım, xoş gəldiniz siz də. Sağ olun, teşekkür ederim. Var olasınız. Sazı vurub koltuğuna gəldim. Nədir? Sazı vurub koluna gəldim. Salih xanım, yeni sizdə. Yox, yeni demək olmaz. 17 ildir. 17 ildir. Bəli. Amma efirlərə çıxmır da. Ha, efirlərə Efirlərə çıxmamışam. çıxmır. Niyə çıxmır efirlərə? Başı toylara qarışıb da. Başa düşdüm. Mikrofon Deyəsən yazıyor bundan burada. sonra bir müğənni ki efirə çıxmayacaq. Həqiqətən, o nə müğənnidir? Müğənni efirdə olar, müğənni səhnədə olar, Bəli. müğənni tədbirdə olar, toyda olar. Toyunda məsələdə tayında toya hamı gedir. Hatta müğənni ki efirdə görsənmədi, müğənni ki nə biləm valla. Siftəsi səndən başladı da. Elə siftə Təşəkkürümü bildirirəm Samir dostumuzda. Samirə təşəkkürümü bildirirəm. hə, Samir Mahnılar üçün var mahnılar olsun. üçün.
Samir ürək. Sizə də minnətdarlığımı bildirirəm. Çox sağ olun. Dedi, valla mən hər qonağı belə pis çıxmasın. Qəbul eləmirəm. Çox sağ olun. İstəmirəm tanımadığım insanlarla həm söhbət olan Samir qardaşım dedim, hamının bir ilki efirdən başlayır da. Bugün Vüsalə xanım, əgər Samir deyirsə, demək ki, bir istedadlıdır. İlki səndən başlayıbsa yaxşı olacaq. Hə? İlki səndən başladı da. İnşallah. Siftəsi. İndi bunun siftəsi əgər pis olsa, günah səndədir. Hə? Siftəsi indi sənsən. İndi bunun pis olsa, günah səndədir. Yaxşı da olsa, yenə səndə. Mən bir təbrik edirəm, sözüm var sənə. Deməli, dünən, əziz tamaşaçılarımız, martın 28-i, Əli balamızın 10 yaşı tamam olub. Onu ürəkdən təbrik edirəm. Əlbəttə, bu təbriklərə nənələri Mehriban xanım və Səlbi xanım qoşulurlar. Qardaşı Fərid də Əlini 10 yaşı münasibəti ilə ürəkdən təbrik edir. Mən də təbrik edirəm. Mən də qoşuluram. Əli balamızı təbrik edirəm. Hamısı qoşulur. Allah canı sağ eləsin, bəxti də gözəl olsun inşallah. Amin, amin. Allah saxlasın Əli balamızı. Təbrik edirəm. Allah saxlasın. Samir, bu efirdə kimlərin ilki olmayıb ki? İndi ilki də gəldilər sənin yanıma da. Bax, ilk addımlarını bizim efirdə atan xanımları Çoxsu olub, deyirəm. çoxsu olub. Çoxsu yox. Damla xanım ilk efiri məndən başlayıb. Arzu Qarabağlı məndən başlayıb. Şəbnəm Tovuzlu, Nəfəs, nə bilim, Zeynəb Həsənli, Vəfa Şərifova ilk efiri. O qədər adamlar zəng edib, xahiş edirdilər Vəfaya görə, vay. Day müğənni qalmamışdı Azərbaycanda. Hamı zəng edirdi. Şəbnəm xanım zəng elədi, bir dəfə dedi. Yusuf Mustafa. O qədər, yəni bax, sən necə bu günləri istədin ki, Vüsalə xanım da bizim yanımızda olsun, efirimizdə olsun, dəstək məqsədi ilə, deyil mi? Burada, təbii ki, Vüsalə xanım məni tanımır deyə, sən daha yaxın tanırsan deyə, bu olan məsələlərdir. Gündə bu tip zənglərin çoxu ilə rastlaşırıq. Mübariz də çoxlarına dəstək oldu bir ara. Məsələn, bax, Arzu xanımı ilk dəfə məndən Mübariz tanışdı. Həqiqətən. Hələ onda oxumurdu. Mübarizə fanatlıq eləyirdi Arzu xanım. Mübarizin yanına gəlirdi, Mübarizə qulaq asır. Vallahi elə idi də. Burada bizim giriş qapısında mənə dedi ki, Samir, bəs bu qızın da qəşəng səsi var. Dedim, hə, bir mahnı yazısı növbəti verilişlərdə çıxardarıq efirə, qismət Allahdan. Amma şükür bu günə yana irəliyibdir, öz mahnıları ilə, özünün o zəhməti ilə, əziyyəti ilə irəliyibdir. Allah uğurlarını yaxşı eləsin, yolunu açıq eləsin. Sonra kimə dəstək olmuşsan? Salə xanım da yol açıq olsun, efirlərdə tez-tez görək inşallah. Sonra kimə dəstək olmuşsan Mübariz? Vallahi bir neçələri var, nə bilim, ay Samir. Nəfəsə bilirəm, mahnı vermişsən, bu da özü bir dəstəkdir. Sevil İskəndərli, məsələn, sənin mahnından tanındı. Nəfəsin iş klipi o mahnı ilə oldu, mən verdiyim mahnı ilə. Sözün musiqisi bilirsən də özümündür. Sonra Sevil İskəndərliyə eləsinə mahnısını verdim, ondan məşhurlaşdı, sonra tanındı daha doğrusu. İndi də Ayda Ziyadxanlı bir dənə gözəl bir mahnı vermişəm, ondan tutuzdurur yavaş-yavaş. Ayda Ziyadxanlı. Ayda Ziyadxanlı. Yəni çoxlarına da belə deyək, çoxlarına. Samir, sən kimlərə? Ancaq xanımlara dəstək olmuşsan, bəylərə yox. Bəylərə yox, xanımlar olur. Mahnının xanımı da istəyir, bəylər istəmir axı. Bəylər istəmirlər, tamam. Mən bəylərə çox dəstək olmuşam. Kimlərə? Nə bilim, vallahi, nə bilim, o qədərlərinə dəstək olmuşam. Hələ indi də dəstəyəm. Eləsi bilir, eləsi bilmir, amma bilən də sağ olsun, bilməyən də sağ olsun da. Biz onu eləyirik ki... Yox, kimlərə dəstək olmuşsan, maraqlıdır mənə. Az da olsa üstündə zəhmətin vardı o insanın. Çoxsuna iyi, nə bilim. Çoxsuna, amma eləsindən aram yoxdur, heç adını da çəkmirəm. Aram deyəndə yəni belə də. Bitiriblər əziyyəti. Mən biraz kinliyim sənəm. Əziyyəti bitiriblər? Çünki bu yaxşılığı eləyirəm. Heç olmaya bu yaxşılığın biraz da olsa qaytardı mənə. Görürəm, qaytarmır. Bax, indi sosial şəbəkədə ola bilər sizin də qarşıda çıxıbdır. İndi kasıb oğlandı. Mən də kasıblıqla gəlmişəm bu yerə. Çünki, vallahi, kim deyir, məsələn, mən kasıbam, mən bu sənətə gəlirəm, əziyyət çəkirəm, ona dəstək yollam. Bax, Teymur vardı, bizim dostumuzdur. Teymur Tufandır, hə? Elədir adı? Teymur. Sosial şəbəkədə çox aktivdir. Demək olar ki,
Mənim mahnılarımı oxuyur, mən də mahnıları verirəm, deyirəm oxusun, nə olar ki. İndi qulağıma gəlib çatır, başqa şeylər gəlib çatır, bilmirəm da, yəni o insanla nə işiniz var? O insanla kimin çörəyinə dəyir ki o? İndi inşallah səndən tanış edərəm, gətirərəm efirə. Çox yaxşı oğlandır, kasıb oğlandır, nə olar, dəstək olaq da. Məsələn, Samir, yəni tamaşaçılarımız da bilsin, İmməsən, hər bir mövzuda çox səxavətlidir, çox əl açıqdır, ürəyi qəlbi açıq insandır. Samir, harada bir qoca görərsə, bir yaşlı adam, kiminsə nəyəsə ehtiyacı olsa, yəni mən bilirəm ki, Samir onun yanında ola biləcək insan. Mən sənə bir söz deyim, Samirin mərdliyinə görə, kişiyinə görə, ürəyinə görə mən onu çox istəyirəm. Var o. Onu doğmalarından seçmirəm. 17 ildir tanıyıram. Neçə ildir? 17 ildir tanıyıram Samiri. Samir həmişə bir dost kimi, yoldaş kimi, həmişə mən yanımda olub da. Elə bir vaxtlarım olub ki, yəni o vaxtlarda heç kim olmasa da o adam mənim yanımda olub. Ona görə təşəkkür edirəm. Çox var olasan. Dost kimi, əziz tamaşaçılar. Bəli, əlbəttə ki. Sən heç kimdən adamlar var, onun Nəsə altında umur, başqa hə. şeylər, amma Nəsə Samir umur, hə. sırf dost kimi, dost kimi. Bir xanımdır, gitsin balasını dolandırsın, məsələn kömək edeyim, darda Bax, qalır. Bəli, o bir gün sözdür, hə, o günləri bir zəngə, yəni bir dedim zəng ki, elədi mən Vüsalə kömək xanım. edirsən. Vüsalə xanım mənə bir zəng elədi, dedim mahnı oxumaq istəyirəm, dedim oxu Günan. Dedi efirə, dedim yəni də o da problem yoxdur, sonra sizə zəng elədim. Demək olar ki, sonra Vüsalə xanım dedi ki, indi ola bilər zarafata dedi, sizə bir dənə qonaqlıq verərəm. Mən də həmin dəqiqə dedim ki, mən nə isə edirəm, onun qarşılığında heç nə istəmirəm, mən onu təmənnasız edirəm. Əgər təmənnasız edirsənsə, o yaxşılıq sayır. Amma orada təmənna güdürsənsə, yaxşılıq sayılmır. Mən bu yaxınlıqda belə deyək də, bir yerə getmişdim, yaxşılıq üçün getmişdim də. Məsələn, onu başqa müğənnilər olsaydı, onu çəkərdi, paylaşardı, sosial şəbəkəyə verərdi. Amma mən vermədim. Çünki niyə vermədim? Mən onu Allah rızası üçün edərdim. Ona əgər çəkib paylaşırsansa, o sayılmır. Tamam. Samir, gəl səndən bir ifa təqdim edək. Bizim ağzımız qızışlı söhbət edəcək, amma çox söhbətlər var. Gəl səndən bir ifa təqdim eləyək. Sənə də zəkkəli eləyəsən, hə? Hə, efirdə görürlər, ancaq efirlə bağlı yığırlar. Telefon yox, şey da var. Buyur. Ürəyim sənlə qalıb, həsrətindən can alıb, gəl görüşəyim. Bu qədər vermə zülüm, hardasan canım gözüm, gəl görüşəyim. Razıyam canımı al, bir ömür yanımda qal, gəl danışaq. Hamı bizdən danışır, bax sevənlər barışır, gəl barışaq. Yadıma düşdü yenə məktəbli
Üz-üzə baxdığımız illər hanı Yolunu gözləməkdən inan ki çıxdı bu insanın canı Ürəyim sənlə qalıb həsrətindən can alıb gəl görüşək Bu qədər vermə zülüm hardasan canım gözüm gəl görüşək Razıyam canımı al bir ömür yanımda qal gəl danışaq Hamı bizdən danışır bax sevənlər barışır gəl barışaq Ürəyim sənlə qalıb həsrətindən can alıb gəl görüşək Bu qədər vermə zülüm hardasan canım gözüm gəl görüşək Razıyam canımı al bir ömür yanımda qal gəl danışaq Hamı bizdən danışır bax sevənlər barışır gəl barışaq Teşekkürler. Sağ ol Samir, sağ ol Samir. Teşekkür ederim. Qəşək. Teşekkür ederim. Mübariz iştahlısan ha. Mən Mübariz bayağı. yemək yeyirəm ki, yeməyi təmiz tərgitmişəm. Mən ancaq meyvə ilə dolanmam. Düz edirsən. Gözüm özümü arıqlada bilirəm. Əməliyyat eləmək istəyirdim bir ara. Nə şey yox eydə. Eləməyəsən. Yox, yox. Məndə nə var şey, üçün baxır bilirsən, nə var deyir. O var özdə. Nə var? Məndə heç nə yox, Səndə bizdə çox də. şey var. Samirə baxmağa bax, məndə nə var? Sən də iştahlısan ha, Samir. Əlbəttə ki. Toy adamıyıq, sən sağ ol. Elə yemək insan- gətirirlər ki, adam baxıb dayana bilmir. Yox, insan yeməlidir da. Mən bir dənə sözüm var, onun dostları arasında işlədirəm. Nə sözdür? Mən Ya bundan yönlü söz sorsan, genel ləm qatacaq bir-birinə. deyərəm sonra. Soru deyirsən. İştahlısan ama hə Samir? Dəhşət. Əlbəttə ki, iştahlıdır. Mən insan yeməlidir də, neynəməlidir ki? Mən çox adam deyir, arıqlagina. Amma bir ara əla arıqlanmışsan. Hə, bir ara arıqlamışdı amma. Abi arıqlamışdım, hamı mənə deyirdi, xəstələnibsən. Arıqlamışdı amma sifətəldən Allah. getmişdi. Sifətin olmuşdu. Sifətəldən getmişdi. Samirin onsuz da sifəti belə çıxmasın balacadır. Yalnız. Bu biraz Arıqlayanı lap işinə düşür. Dorda deyirsən. Mübarizi təsəvvür eləmirəm, arıq. Arıq olmuşsan mübariz. Ha? Subaylıqda arıq olmuşsan. Subaylıqda yox, subaylıqda yox. Mən əsgərlikdə şəkillərimi paylaşmışam da, çox arıq olmuşam. Əskəriyə getmişsən sən? Hə, bəs nə? Harada qulluq eləmişsən? Mən bir əlimdə aparat fəxri var, fəxri. Tanınmış aparatur var. Bizim fəxri. səs rejissoru. Ay, sağ ol. Onu nə vaxtsa görsən, denən mübariz əsgərlikdə sənlə olub. Denən nətər əsgər çəkim olub. Avtomatı dərsə tuturmuş. Denən qulluğu... Avtomatı dərsə tuturmuş. Və denən, bir kəlmə denən, denən qulluğu nətər eləyib o. Bir əlimdə avtomat, bir əlimdə saz. Framoy düşmənə tərəf. Ha, belə özdə təkərli, belə verər. Mənə bax, Saz sala-sala. mübariz, bir şey deyim, adətən istedadlı insanlar, məsələn, hərbi xidmətdə olanda, indi lagerlər zaten indi qabaqlar var idi, məsələn, lagerlərdə, sanatoriyadadsa, elə bir ki, orada onların istedadından yararlanırlar. Məsələn, bilirlər saz çalansan, o dəqiqə səni... Evdən çıxandan mən sazı götürmüşdüm. Biləcərdə artıq uşaqları görürlər, mənim üstümdə dava gedir. Polkovniklər, leytinatlar dava aparır ki, o aşıq mənlə gedəcək, o bizim sazda gedəcək. Mən də nə bilim, mən yazığı har aparırlar. Uşaqlar gedir Uralda, o iki aparırlar. Mən də gedirəm Nivada saz salıb oxuyar. Arxada oturmuşam, səsim də batıb boğazımdayım, mən har aparırlar. Sazı saxlayanda bir İşimə yarayıb da. Hə, bir kəlmə dedim sazı saxlayanda ki, cənab polkovnik, bilirəm də zvanyalar. Cənab polkovnik, mən hara düşmüşəm, mənim bir deyin görüm, hara aparırsınız? Dedər, sən sərhəd qoşunlarına düşmüsən, nə rastlar, əla yerdir, yaxşı. Samir, səsin dar məqamda köməkdə çatır. Səsim o qədər. Dar məqam Ha, olsun. dar məqamda çatıb. Çatır. Əlbəttə ki, Vəziyyətdən çıxardım. Vəziyyətdən çıxardı bəli. Amma sənə bir söz deyim, neçə dəfə Samirlə tutuğa düşmüşük, bir dəqiqə dayanmır da bu işin olub. Hə, yox, tamam. Hamısı ifalar canlı-canlı. Hə? Bütün ifalar canlı-canlı. Bilirəm. Əvvəllər çox can qoyurdu, indi bilmirəm nə tərdir. Elə indi də Elə elə. canımı qoya. Samir, xəstə salmışamdır. Əslində əvvəllər biraz Oturmurdu. mağar toylarına çox gedirdik Oturmurdu, əvvəllər. oturmaz. Əvvəllər mağar toylarına çox gedirdik, amma sonradan da
yığışdırdıqda da getmirik. Yəni oturmur deyə biraz qısaqlayır, o da bir kere. Samir, mağar toylarına getmirsən, hə? Yox, yox. Bir mənalı olaraq getmirəm. Kimsə zəng eləsə ki, Samir. Bunun duxu nədir, mən mağar toy eləyəm, bu gəlməyəm, buna asaram. Yox, olur, ildə bir dənə, yox, ildə bir dənə, 2 dənə olar. O, yəni Yəni bahalı toylara da ildə bir dənə, etiraz 2 dənə, edə bilmir. ildə bir dənə, 2 dənə. Çünki biz necə, yəni can əl vermir, eyvallah. Düzdür, pul lazımdır, maddiyyat lazımdır, amma da canda gedir axı əldən. Çünki mağar toyları biraz əziyyət olur da. Həm də tanınmış sima olanda elə bil ki, mağar toyu ilə düz gəlmir. Niyə düz gəlmir? Şadlıq sarayı belədir ki, ansamblla, ifaçı ilə qonaqlar arasında müəyyən bir məsafə olur. Mağar belədir ki, cəmaatın ağzının içində olursan elə bir. Sonra, məsəl üçün deyirəm də, biri gəldi, içkili başladı, bir söz dedi, sən də onun sözünü qəbul eləmədin, sən ona, o sənə çox biabırçı bir durum yaranır. Burada ev sahibi neynəsin? Ev sahibinin də günahı yoxdur. Yox, Toyuna gələn adamdır məsəl üçün. Əslində o yox, populyarlığa görə də deyil. Mən sənətə çıxandan valla mənim hamı xətrimi istəyib, mən də xətrlərini istəmişəm. Çünki mən elə bir insan olmuşam ki, heç vaxt mən özümü biraz belə tutmamışam da. Yəni kimin həyətinə getmişəmsə, o həyəti öz həyətim bilmişəm. Yəni şükür olsun Allaha, yəni elə bir Ən vacib o. elə bir şey qabağıma gəlməyib. Yəni rastıma çıxmayım, amma sadəcə olaraq yorulurdum da. Çünki bölgələr, hamısı bölgələrdir. Vaxt da başqa cür başlayır orada. Bax indi Səhər tezdən başlayır. Əsas problem odur. 1-də başlayır. Bax indi saat 8-də tutaq ki durmalısan, səhər 8-də durmalısan, Bakının provkası çıxınca gedirsən, yol 3-4 saat maşın sürürsən, 4 saata çatırsan ora, sonra 12 saat toy oxucundan, 10 saat toy oxucundan, yenə də qayıtçıdan yenə də səhərə yaxın çatırdım. Çox əziyyətli günlərim olub. İndi şükür Allaha, yəni əziyyətimin bəhrəsidir. Yəni bu olanlar. Əziyyətimin bəhrəsini. Hə, bəhrəsini yavaş-yavaş yeyirik. İndi sən niyə arıqlamısan? Nətər arıqlamısan? Mənə bir dənə başasan. Mən əvvəl oruç tuturam, bir ayda O oruç üçün oruçdan tuturam. qabaq oruçdan. Oruçdan qabaq Samir, mən bir şey deyim sənə. Necə mənim dostumsan bilirsən də. Mənim saat 6-dan sonra, qardaş, uşaqlıqdan belədir, ağzım kilitlənir, yeyə bilmirəm. Bax elə gəlirəm baxıram yemək deyirəm, mən birazdan yeyəcəm. Birazdan bir də yuxu tutur yatıram. Neçə vaxtı belədir, ha, illərdir. Mən yemək saat 6-ya qədər yeyirəm. İndi düzdür, dostlar. İştahan olmur yoxsa necə? İştahım olmur da. Saat 6-dan o tərəfə ağzım kilitlənir. Yeyə bilərəm meyvə, çay, məsələn şirniyyat zad olsa, hə, çay içərəm, o da olsa. Mən ümumiyyətlə tam arıqlamışdım. Sadəcə dostlar, tanışlar ora çağırır, bura çağırır, axşam saatlarında oturuq bir qismə çörək filan. Baxdım ki, o mənim bir balaca kökəltdi. İndi inşallah yaxşı olar. Əslində mən də arıqlamışdım. Bayaqları dediyim kimi, mübarək sən dəymə ki, bu mən danışım. Əslində mən də arıqlamışdım, çox arıqlamışdım. Demək olar ki, elə üzümə deyirdilər, elə nə olub sənə? Arın xəstədir. Mən də pis təsir eləyirdi də, elə bir şeylər biraz pis təsir eləyirdi. Hə, pis olurdum. Sonra yavaş-yavaş dedim, yox, yəni arıqlıq yaraşmır mənə. Başladım yenə də yeməyə. Bir də deyək də, yəni biz yeyənik də. Mənim bir sözüm var, yəni mən yeyəndə xoşbəxt olum. Yemək yeyəndə xoşbəxt olum. Mən də eləyəm. Hə, vallahi. Ən sevdiyim dadlı nə varsa onu yeyəm. Dadlı yemək gəlsin, elə bir dünyanın ən xoşbəxt Hə, mənəm. mən də eləyəm. Sən yedirsən. Belə baxanda 5 günlük dünyadır da, insana nə Keşke də bu qalacaq? işi bekar qalsın. Yemək, geymək, Hə, vallahi, gəzmək. 3 şey. Mənim qardaşım bir dənə sözü vardı. Mən həmişə arıqlayanda mənə zəng edir, deyir arıqlamaq ilə. Deyir, eşitibsən, deyirlər filan kəs yedi öldü, deyəcəklər filan kəs yemədi öldü da. Yemədi öldü, acından öldü. Acından öldü. Yəni yeməyəndə insan ölər də, nə? Bəli. Yeyəndə nətər ölər? 3 şey insanın mənfəətidir də. Geymək, yemək, bir də gəzmək. Bəli, 3 şey. Amma yemək də deyəndə bax gör nə yeyirsən də. Biz 4-cü də yemək vardı, deyirik. onu bilmədim, 4-cü nədir? 4-cü də vardı nəsə. Dördüncünü mən deyərəm sənə. Həqiqətən 4-cü də bilmirəm, yox, yatmaq deyildi. Nə isə idi? Orqan tapsan deyərsən mənə. İfa təqdim edəcəksən. Vüsalə xanım, mübarizən idi, ifa təqdim edəcəm. Vüsalə xanım, konkret məqsəd qoymuşsan qabağa ki, bundan sonra oxuyacaqsan. Bəli. Yəni efirlərdə olacaq. Bəli, inşallah. Oxuya bilməyənlər efirlərdədir. İrəli doğru. Sən yəni bilirsən ki, bu iş kommersiya işidir. Buna sənin vəsaitin olmalıdır. Bəlli bir bu yəni
boş bir şey değil də. Yəni sənin bəlli bir vəsaitin olmalıdır. Öz PR-ını, öz reklamını eləməyin üçün. İnsanlar var 100 min, 200 min manat ilə Azərbaycanımızda pul xərcləyirlər, amma heç bir şey ortalıqda yoxdur. Tutuzdura bilmirlər ki, bilmirlər. Məsələn, mənim dostum Mehriban Qəmbərova deyir, Samir, bəlkə bir 250 mindən çox pul qoymuşam üstümə, amma o deyil. Məsəl üçün, bu sənin sərmayəndir də. Yəni, bu yola çıxırsan, eləyə bilərsən bu şeyləri, yoxsa? İnşallah Allah güc qüvvət versin, sağlığımıza dəyməsin, eləyərik. Eləyərsin. Bu iş belədir də. Bunu başladınsa, Şansın varsa, belə deyək, şans da rol oynayır o heç. Amma belə deyək, yəni bura başladınsa, özü gələcək valla. Biraz tənbəllik eləyirsən, başlamırsan. Amma yəni mən də elə başlayanda birinci nətər başlamışdım, yəni zülüm çəkə-çəkə də. Yavaş-yavaş reisə düşəndən sonra da özü gəlir. Elə əslində çox sən tənbəllik üstünə bir eləmişəm. yarım milyon pul qoymuşsan. Hesablamamışam, amma elə bilirəm qoyaram da. Mən Çünki mən hər il yeni mahnılar alıram, öz də mahnılarım da göz qabağımdadır. Yəni mən elə-belə mahnılar da oxumuram. Göz qabağımdadır. Sən əziyyətlə gəlmişsən. Əziyyətlə gəlmişəm. Sən əziyyətlə. Amma qazanıb qoymuşam da. Yəni Bəli. mən başqa yerdən gətirib qoymamışam ki, pulu. Yəni qazanmışam, el şənliyinə getmişəm, toplamışam, gətirib qoymuşam. Az yemisən, az geyinmisən zamanında. Zamanında, ha. Reklamva, PR-va, sözün yaxşı mənasında xərcləmisən. Amma yəni xərcləmişəm, yaxşı yerə xərcləmişəm. Bir də ki, tanınmaq vardı, iki cür tanınmaq var. Yəni o birisi tanımağı mən istəmirəm. Çünki hörmətli tanınmaq başqa bir şeydir. Məsələn, belə deyək də, şükür olsun Allaha, yəni show biznesin içində də, yəni belə hər yerdə də Samirin adı gələndə Bax, sən adın gələndə mənə bir neçə adam var, bir sən nə deyiblər? Deyirlər ki, o yaxşı oğlandır. Mən olacam. Ağzım oruçdur da. Neçə nəfər adam olub, məsələn, deyirəm ki, Samir deyir, çox yaxşı oğlandır o. Samir, doğrudan yaxşı, məndən soruşurlar, doğrudan deyir, elədir, yoxsa adamı oynayır, deyirəm, ha, yox, elədir, deyir, çox yaxşı oğlandır, çox. İnsan hamı elə bilir. Mənim amalım odur, Allah ilə nəzər rəhmət eləsin, mənim anam da çox gözəl insan olubdur. Mən hər zaman həyatda istəmişəm ki, anam kimi yaxşı olum. Yəni, o da belə olubdur, o da mənim kimi olubdur və mən anama oxşamışam. Özdə atam da yaxşı insan olub, yəni əl açıq olub, amma mən anama oxşamışam, anam başqa olubdur. Vüsal, sənin valideynlərin var? Anam yoxdur, atam var. Rəhmətə gedib ana. Yəni, elə suallar verməyə də çox xahiş edirəm. Yaxşı. Yaxşı. Mübariz, gəl onda səndən bir ifa. İstəmirəm Müsalə xanımı, ağladım burada. Qətiyyət. İstəmirəm Müsalə xanımı, ağladım. Deyəsən Müsalə çətin həyatın olub. Hə? Bəli. Danışalım birazdan, qoy tamaşaçılar səni yaxından tanısınlar.
Usmanovanın mahnısıdır bu, hə? Mübariz belə olmalı da, mübariz. Hə? Sağ ol. Mübariz belə olmalı da. Sevirəm də o Yıldız xanımı. Hə, Yıldız Görürəm onun səsindən ötürü. Ondan yoxdur ki o. Gəlmişdi Bakıya, vaxtım olmadı gedən. Doğrudan. Hə. Dedim əşi onun vaxtı o sözü mənlə gəlib görüşər, o da gəlib görüşmədi. Ora gedəndə mən Özbəkistana onu mən tapacağam. Yıldız Usmanova Özbekistanın xalq artistidir. Orta Asya, nə ki Orta Asya, bütün Türk dünyası. Nəsə Bakıya gələn kimi mazən eləməli idin. Nə yaxşı YouTube-dan sildirməyib bu mahnını. Hə, nə bilim. Yox, sildirməz. Hə? Sildirməz axı. Niyə? Gör onun mahnısını kimi faylıyıb, o nə tərs edirə bilər. Yox, O oranın xalq artistidir, mən də Azərbaycanım. Sən də məsələn. Gərək o əməklərlə xalq Aynen. ola. Lar. Əsas odur ki, səni insanlar çox istəyər, insanlar sevər. Mən həmişə deyirəm, yetidərdir, deyirəm, xalqıma qurban olum. Biz eləyən cəmaatımızdır, millətimizdir, elimizdir. Samir, mahnını sildirən olub YouTube-dan. Mənim mahnımı? Sənin mahnında. Yox. Kimisə mahnısını oxuyasın. İcazəsiz kimisə mahnısını oxumuram axı. Hə? İcazəsiz kimisə mahnısını oxumuram axı mən. Dedi, kim də mahnısını oxumuram axı. Mən Sağ öz ol, mahnılarımı Aysan. oxuyuram. Qardaş belə olar da. Yuvar, şimdi zəng gəlirsən. Sənə zəng gəlir. Kimdir o? Samir, masajlara qalxanda elə hər dəfə deyirəm sizin adınızı bizə dəfə Samirin verişində çəkəcəm. Elə hər dəfə də uşum yoxdur axı başımdan çıxır. Hə. Elə gedirəm oradakı səndə. O mağazinə dönəndə deyir. Hə, bayaqdan gözümüz qalıb dünya TV. Kimdir o? Yəni o Rafiqlə şeydir, Camal, iki qardaş. Bizim Rafiklər, Kəlbəcər, Yox, Laçınlar. yox. Camal'la Rafiq Laçınlıdırlar. Çox dəyərli qardaşlardır. Marketin də adını qoyublar İsa Market. Altını çəkməyə. Qoy elə deyim, nə olacaq, sənin qardaşına Öyle. var, qoy deyim. Buradan onlara salam göndərirəm, ürək dolusu. Samir başda olmaqla, Samir Biləşçiləri başda olmaqla, Vüsala xanım başda olmaqla, Salam verirəm. Camal'la İsa qardaşıma salam Mən də salam. göndərirəm. Yadına düşdü ya yox. Rafiq qardaşıma, Camal Rafiq. Allah sizi var eləsin, Allah sizi dostluqdan əksik eləməsin. Amin, amin, amin. Yazanlar var, izləyicilərimiz salamlayırlar sizi. Qəşək, qəşək. Bir nəfər yazıb, Mübariz məni niyə bloka atıb? Kimdir o? Yaqın özünü yaxşı aparmayıb. 14-16 nömrəsindən. Yaqın özünü yaxşı aparmayıb. Sonra 73-75 nömrəsi salamlayır sizi. 0002 nömrəsindən salamlar var. 64-78 yazır Qəbələdən. 46-41 nömrəsindən yazırlar. Türkiyədən 1952 son rəqəmlərini oxuyuram. 63-19 Orxan yazır, göndərir. 33-13 nömrəsi 84-00 0907. Nə yazır da, nə yazır? Salamlayırlar sizi. Yazırlar ki, qonaqlarımız bugün çox pozitivdir, çox yaxşıdır, keyflər kökdür, niyə belə? Vallahi Hə, bilmirəm. bəlkə birimizdə bir yaxşı söz deməzsə, Samsən Allah dinən işimizi bilək. Hə? Ürək harda nəsə bırakmış. Rusiyadan 19-90 nömrəsindən yazırlar. Salam əleykum, brat, necəsiniz? Emindir, Tümen şəhərindən. Emin, bırak, sağ ol qadası. Salamlarımızı çatdırın. Bacımın qızının da ad günüdür, amma adını yazmayıblar. Təbrik eləyin. Onlar Astradan izləyirlər. Təbriklər. Dayanmadan yeyirik. Sən nə gəlir? Bala sənin doymaq hissi var. Bir də deyir arıqlayıram. O hissiyatı aldırıb da yəqin. Yox, o hissin xarab olub, xəbərin var. Hələ bir də deyir arıqlayıram, buna baxın. Yox, mən Əlsən aşağısa arıqlayan deyirəm, baxın. səhər Solda qoymadı, banan qala, mandarin Bunu qala. Samir yedi, mən yeməmişəm. Sənlə bir dənə də şəkər, belə paxlava ye. Bir dənəsini ver yesin. Əla da. Mənə görə. Hə, biri çayla gedərdi, Mənə biri də. Narahat olma, Mənə kökət məsələ zarafat eləyirik. Bu qəşəngdir. Tatlı da abi. Hə? Buna mən aldım eyvah. Əla deyib o. Bəyəndilər evdə. Allah qəladır. Aldım. İftar aldın apardın, hə? Samir, bunu pişirənlərin əlləri var olsun. Hə, çox gözəldir. Samir onu pişirəndən 30-40 manatlıq burada aynı ön aldı. 3 kilo aldım. Apardım evə. Evdə də bəyəndilər. Çox dadlıdır. Elə. Sən hər şeyi bəyənməzsən. Amma bunu bəyəndim. Sən uşaqlar var, övladın zadın Bəli, bir var. evladım var. Bir övladım var. Elə Vüsalə xanımın efirə çıxmamağının elə bir səbəbkarı elə oradan başlayır. Çünki uşaq oxudurdu Türkiyədə.
Oğuldu qızdı? Oğlandı. Oğul böyükdü onda uşağın. Hə, böyükdür. Maş 23 işləməzsən yaşı ha. var. Sən özünün neçə yaşı Biz var? ailə qurmuşam ona görə. Vay vay. Özünün neçə yaş olacaq? 25 verərəm mən. Yox, 25 deyil, yaşımı gözləmirəm, 38 yaşım var. Maşallah olsun. Neçə? Ha, onda ayrılmışsan da tək baxırsan uşağa, hə? Sayı xanım. Heç atası heç kömək eləmədi. Uşağım oxuyur, qərb Yox, elədi. vallahi heç illərdir görmür atası. Evlənib, başqa ailəsi var. Amma bunu görmür. Hə, bura bir-iki dənə gəl. Sən qanuni həyat yoldaşı olmuşsan da onun. Bəs maraqlanmır ki, mənim oğlum Türkiyədə təhsil alır, ona bir kömək eləyim. Ürəklə yer, mübarizin pulları ilə Hə, alır. bura 2 dənə qətik vardı. Qənd ala. Ala. Yo. Ay Allah. Mənə bax. Yox. Evimizin bazarlığını açıq mübariz eləyib, bəzi tamaşaçılar. Ona görə nə alıb, hamısını yedi. Heç demir ki, mənim bir uşağım Türkiyədə oxuyur, bir görün, baxım eləyim ona. Yox, vallahi heç indiyə qədər bir dəfə zəngi gəlməyib. Haral idi yoldaşın? Qərb Azərbaycanlı. Qərb Azərbaycan cəmaatı yaxşı olur axı. İndi çıxır da yəqin içindən. Hə? Bəxtinə belə çıx. Vallahi Qərb Azərbaycan cəmaatı belə ailəyə çox bağlı, heç tanımadıqları adamlara belə dəstək olan insanlar. Mənim dostum meşə saqqalsız olmur. Elədir. Deməli, hər yerin pisi də var, yaxşısı da var da. Elə birinci düz deyil. Hər yerin pişiyi də var. Hər yerin Pişiyi həqiqətən pisi də var, yaxşısı da var. Tamam. O qədər zəng gəlir, bilmirəm İndi bu sənə. yeməyinə vaxt gələcək. Samir, bu sənə görədir bu zəng. 93-10. Alo. Diktafona qoy. Kimdən danışırıq? Diktafona qoy bəlkə bizdən də. Ay can, hə eşidirəm. Bir dəqiqə efirdəsiz. Bir dəqiqə efirdəsiz. Bax. Efirdəsən. Hardan zəng vurmusan? Bərdədən. Bərdənin Oy, hansı gözəl kəndindən? Bərdə. Bu da Gözəl. Bərdə yeznəsində bilirsən Gözəl yəqin. Bərdə, gözəl Bərdə. Bərdənin Kələntəri qəsəbəsi. Bərdənin Kələntərli. Hə də əmim olan kətdəndir. Bir Kamal əmim Mübarizin olan əmsi də orada olur, tanıyırsan? Varın mənim yerimdir, Kəlbəcəriyəm. Öpürəm səni. Bütün Kəlbəzərlərə buradan salam və bütün Bərdəlilərə. Bə nə yaxşı Bərdədəsən, məcburi köçkün kimi getmişsən o vaxtı. Samir qardaş, Hacan. mən Bərdədə yaşayıram. Bu arız qardaşına mən Tərkərdə bir yerdə olmuşam. Usta əlinin atasıyam, Mameşşi. O bir dənə Ruhani havası çalsın, Ruhani havası. Yaxşı. Bu dəqiqə. Ağsaqqal neçə yaşın var? 70 yaşım var, 70. Maşallah olsun, Allah ömür versin sənə. Bərdiyə də salamlar göndərir. Bərdə. 70 şahar var zaten. Hə, bildim, 70 yaşım var. Bərdə Samir çörəkli torpaqdır. Hə? Bərdə çörəkli torpaqdır. Yəni bizim ən məşhur müğənniləri mən nə vaxt getmişəm Bərdəyə orada görmüşəm həqiqətən də. Buradan salamlayıram bütün Bərdəlilərə. Allah Mən də onları salamlayıram. Və mənim gözəl anam bizə baxır. Həc xanım, Xalidə anam. O bizə baxır. Məhərrəm müəllim, Həc Məhərrəm, onun həyat yoldaşı. Mən Xalidə xanımı o qədər çox istəyirəm. Həqiqətən o mənim mənəvi anamdır. Düzdür, mənim anam rəhmətə gedib. Allah rəhmət eylesin. Amma o mənim mənəvi anamdır. Öpürəm onun əllərindən. Çox gözəl bir xanımdır. Nə bilim, bir insan haqqında, onun haqqında nə qədər söz desən çox azdır. Əslən özləri Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndindəndirlər. Hansı ki, Əlincə qalasının. Elşadın anası da bizim dostumuz Elşadın anası. Şadın olası. Salam göndərəm buradan. Əlincə dağının ta ətəyində. Bəli. Salam göndərəm. Gözəl Xanağa kəndi olmuşam. El istərdim bu yayda olam orada. Allah hər kəsə Elşad kimi dost nəsib eləsin. Elşad Amin. başqa oğlandır. Həqiqətən başqa oğlandır. Öpürəm Xalidə xanım sizi. Salamlayır Xalidə xanım da bizi. Rusiyadan kimdir? Samir də tanıyır sən də. Amma demədik deyə bilmirsən kimdir. Sonra deyər mübariz sənə. Salam Samir bəy, salam. Anya yazır, göndərir. Anya xanım çox sağ olun. O vaxtda toylar aparır da Xuaniyanı. Sonra xətrinə dəydi, çıxdı, getdi Rasiya. Yox da. Anyadan sonra... Ancaq Rus malları oxuyurdu. Mahir yazdı, salam qardaş, Biləsuvardan
xahiş edirəm Samir zaman oxusun da. O mahnı mən də xoşlayıram. O niyə oxumursan? Sabirabadın Moranlı kəndindən Mahir deyəsən. Salam olsun. Hə, yaxşı. Bir izləyicimizi Güney Azərbaycandan, Bayaqdandan məni yığır 3500. Gör nə deyir, qəlbinə dəyməyək. Yolda üzlə bağladım telefonu. Hə? Sağ ol. Nədir SMS-inə? Biri də ma gəldi, dan görürsən zamı kimdir. Orxan yazdı. Ayo bu kimsə bir saat Orxan var. yazır ki, sabah Anar bəyin doğum günüdür. Biz də sazımızın səsi verilişinin aparıcısı. Hə, bizə sazın səsi verilir. O hansı Anardır? Mən tanımadım. Həqiqətən Anar adında aparıcı. Salam əleykum. Efirdəsiz xanım. Aşıq Anar. Bəli, bəli. Belə deyəndə. Kimdir? Bir Salam, görün salam. mənə. Xanım efirdəsiniz. Bəli. Efirdəsiz, buyurun, efirdəyəm mən. Xanım kim idi danışan? Danışan kimdir xanım? Abşeron City'dən narahat edirdim. Borcu var mübarizə? Mən borcuna gəldim. Bəli, kommunal ödənişlə bağlı yığmışam. Kommunal ödənişlə bağlı. Nə qədər borcu var xanım? Siz verə bilərsiniz də ev sahibinə Elə ev sahibi mənəm də, üzüməm. Nə qədər borcu var? Oğluyam. 125 manat. 125 manat ödəməyibdir. Buyurun, sən də. Tamam, xanım xatırladıram ki, canlı efirdəsiz. Bütün Azərbaycanımız bildi ki, bizim Aşıq Mübarizin 125 manat sənin kommunal borcun var. Niyə ödəmirsən Yox, borcunu niyə çay qardaş? Bir ödəməmsən? kəlmə deyim də, bir kəlmə. Yəni bir dəqiqə Yo, yo, da hara deyirsən? Niyə çay ödəməmsən ki? Ay, yalandı deyir. Yo, 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 Ne yo. yalandı ya? 125 manat borcu. Sən lazım edəcəksən. Samir. Dostlar, kömək eləyin buna. Samir, qulaqda. Əl tutun. Bir dənə aramızda. Ulan. Əl tutan əldən Bir qalır. dənə arzu tutquna. Yo, yo. Niyyət tut. Niyyət İki tutuyor saat mən. arasında. İki Sambin arasında deyirəm, bu Allah kommunalı səni- havaq verəcəm. Allah Bu sən borcu elə sən ki, verirsən. ki Samir efirdən sanda birləşsin onu versin, mənim xəbərim olmadı. Mübariz kəsilməmsən. Evet, qulaq as. Ha, özünü obyekt almışsan yarım milyona. Hadi iki olansan qulaq. Bax, indi o qıza zəng elə təzədən. Denən mübariz deyir ki, mən evi satmışam, biri də oradadır. Onu da alan gündən kvartinat vermişəm. Get kvartinatdan al. Mən niyə zəng verirsən? Bax, indi götür o söz denəm. Yox, elə deyil. O niyə O vermir? bilmir də, ona görə mən O yerim. O verir, kira bilmir. keş verməli deyil. O verməli. Yox, Kommunal borcu kim biz verməli? danışmışıq. Yox, özüm yox. Onunla danışmışıq, axı, xeyr, ola mən verir. Yox. Deməli evi kiraya vermisən. Evi vermişəm. Ha, əslində düz deyirəm mübariz. Dünən bizim aktrisa Əlbəttə. Xuraman xanıma da 400 manat borc gəlib. O bilmədən yığır məni neçə dəfə. 400 manat qazdan borc gəlib. Xuraman da evin kiraya verib. Durub gedib idarəyə, filana, beş məkana. Ha, məlum olub ki, Aslında da. Bax, kirakeş. inanmırsan təzdən zəng eləyim. Ay, Deyim bir xanım, də bax, inanırıq sənə. maniyə zəng eləmişsən. Sən elə yol boyu gələ-gələ 125 manat xərcləyən oğlansan. Sən onu bilirsən. Hə, bilirəm, sən 125 manat Allah başından Başımız döysən. olur deyirəm. Sən heç vaxt ola bilməz borcun ol. Kimləndi ifa? Vüsalə xanımla, hə, yaxşı, istəyək gəlsin, də. görək, qəşəng Vüsalə olur. xanım, Orxan deyir oxusun. Oxuyum Sən nə deyirsən? Oxumaq istəyirsən? Hə, gəl. Sen benim bir tanem ol, delim ol, divanem ol. Ben sana şem olmuşam, sen benim pervanem ol. Gösterem yarım gele, yazın baharım gele. Gösterem yarım gele, yazın baharım gele. Her onu gören hemen yüreğim özüne gelir. Her onu gören hemen yüreğim özüne gelir. Sen benim bir tanem ol, delim ol, divanem ol. Ben sana şem olmuşam, sen benim pervanem ol. Sen benim bir tanem ol, delim ol, divanem ol. Ben sana şem olmuşam, sen benim pervanem ol.
Sen benim pervanem ol, sen benim bir tanem ol. Delim ol, divanem ol, ben sana şem olmuşam. Sen benim pervanem ol. Sen benim bir tanem ol, delim ol, divanem ol. Ben sana şem olmuşam. Sen benim pervanem ol, sen benim bir tanem ol. Delim ol, divanem ol. Ben sana şem olmuşam. Sen benim pervanem ol. Teşekkür ederim ay Vüsale Teşekkür xanım. ederim. Maşallah. Yo. Allah tərəfi Qəşəng yoxdur, qəşəng yoxdur. Vüsalenin səsi qəşəngdir. 17 il özün göstərib. Amma Profesional bəlkə okuyandır ha. Profesional okuyandır. amma Sadece bəlkə olarak efirlere biraz seydankarlık edip çıkıyor. Aşıq mallar oxuya bilirsən də, Vüsale. hər şey. Koyup içeri. Bəyəxları kövrəldən var, deyir o barədə danışmaq istəmirəm. Deyir, kövrəldən Valideynlərindən danışanda ürəyimdə qaldı həqiqətən. Yine efirden kenardan aşağı. Həyatdır da, həyat. İstəmirsən onlardan danışmaq? Ha, başa düşdüm. Onu sənin üçün ölüblər. Danışmıyor da. Danışmayaq da, sen köynəyindən danışaq. Ne kadar köynəyin varsa. Ha? Amma bilirsən, Sarı, müğənnilərin həyatı, Toçika man. özəli həmişə insanlara maraqlı olur. İnsanlar bu dəqiqə valla oxumaqdan çox qulaq asdıqları müğənninin həyatını bilmək istəyirlər, şəxsi həyatını bilmək istəyirlər, haralıdır, nə bilim, nəçidir, hardan gəlib, bilmək istəyirlər də. İlk dəfədə bax sən hamının evinə daxil olmuşsan bu dəqiqə, bu muavi ekran vasitəsilə. Səni istəyənin də, istəməyənin də, danışdığın adamın da, danışmadığın adamın da, hamısı bu dəqiqə səni görürlər. Ola bilər kimisə səndən zəhləsi gedir, şəxsi münasibətin var ha. Onun da evindəsən bu dəqiqə. Sənə baxmaq məcburiyyətindədir. Nə edir yalandan desə ki, ay baxmıram filan beşmək, amma baxır da o tərəfə də keçir. Yəni mən yenə də deyirəm, onlardan danışmaq istəmirəm. Danışmaq istəmirsən. Yox, mənim bir evladım var. Ona görə Allahıma şükür edirəm. Şükür Allah. Tellinin bir qəşəng sözü var, deyir, hə, bəri bax deyir, mənə baxmırsan, xeyir ola televizyon, dəyişmirsən. Dur da. Mənə baxsansa deyir, mənə baxmır. Mənə baxmaq istəmirsən, deyir, televizyonu dəyişdir. Sizlə bağlı yazanlar da var mənə. Oxuyum. Oxuyun. Pis, yaxşı. Belə pis bir şeylər yoxdur. Salam bugün, nə yazırlar? Bugün ad günümüzü təbrik edən xahiş edirəm. Valla adınızı bilmirəm, amma yenə də yazmışsınız. Rusiyadan bir nəfər yazıb, Rusiyadan salamlayıram. Musa adlı bir izləyicimiz yazır ki, çox bəyəndim. Çox bəyəndim Vüsalə xanımı. Təşəkkür edirik. İvanov, belə bir şey yazır. Təşəkkür Rusiyadan edirik. salamlayıram, Musa Salamlayıram. müəllim. Bax, 18 Salamlayıram son Musa rəqəmi. Sonra Musa'nın salamlarından sonra yenə bir salamımız var. 6350 yazır mənə ki, salam Vüsalə xanım Füzulidən Aygün xanım, Aytən xanım salam göndərir Vüsalə xanıma. Təşəkkür edirəm. Mən də çoxlu salamlar göndərirəm Füzuliyə. Füzuli. Bir izləyicimiz də yenə bizə Rusiyadan yazır. Verilişinizi çox sevirəm. Sizi də qonaqlarınızla salamlayıram. Samir bəy, verilişinizi çox sevirik və izləyirik. Teşekkürlər Samir, sənin bu balam üçün yaşayıram. İstəyiblər. Olacaq bugün. Oxuyalım. İfa edərik. Tamam. Vüsalə xanıma xüsusi salamlar. 29-20 nömrəsi yazır, göndərir. Amma bizim bu nömrəmizdə Təşəkkür də edirəm. sizə Türkiyədən bir neçə adamlar yazmışlar. Mənim niyə gözümdən qaçdı? Salamlayıram sizləri Sahatlıdan. Seyid yazan, Vüsalə tənbəl olsa da amma yaxşı toy aparır. Gözəl insandır, gözəl dostdur. Seyid. Seyid nağara çalan Seyid var, bəlkə odur. Bilmirəm, Saatlıdan da. Yox, adı Cəmildir. Cəmil, bəli, nağara ifadəsidir. Salamlayıram onu. O da
da mənim köhnə dostlarımdandır. Allah onu da var eləsin. Allah var eləsin hər bir. Sami xanım çox yaxşı toy oxuyan da. Yəni Sağ ol. tək toy idarə etsin, super toy idarə edir. Hə, yəni çox. Düzdür, mənlə işləmir. Amma yəni mənim yanımda bir Soruşacaqdım səndən. Sən işləmir, bir Yox, təsadüfən düşürsünüz. Qız lazım olanda deyirsən Vüsarə Yox, gəlir, mənə hə, toya. demir. Yox, qız oxuyanım var da, mənim özüm yanımda Mənə qız demir. oxuyanım var. Sadəcə olaraq yəni Vüsalə xanım Vüsaranla qəşəng yoxuyur. Neyin sən onu? yox, başa düşmədim. O da oxuyur da. Hə? O da oxuyur da. Ona qayır ki, o da oxuyur. Mən görən qızdır o. Balaca boy vardı, mən şeir deyəndə gəlib şeir demək istəyir. Odur sən mənim canım, yoxsa o deyil, başqadır indi. O da Elə həmin xanımdır da. Mən Samir illərdir bir dənə oxuyanı var. Çoxdandan bir yerdə çalışıram. Demək olar ki, mən bir dənə o xanımla mən oxuyanda məni evdə qısqanmırlar. Doğruda. Hə, vallah. Mənim Allah bütün Onu da balalar nəyə saxlasın. qısqansınlar? Bilirlər də, bacımız da bilir ki, kimi qısqanmamaq olar. Bəli, salamlayıram buradan da Samirə xanımını. Çünki çoxdan da çalışır mənlə. Yoldaşımla da dostam. Həmin xanımın yoldaşından dostam. Salamlar göndərirəm buradan. Ailəli xanımdır. Yəni dostumuzdur, yəni yoldaşı da dostumuzdur. Belə deyək də, yəni başqa bir istəyərlərsə, məsələn 2 dənə qız istəyərlərsə, onda Vüsalə xanıma deyərəm. Vüsalə xanım. Və Vüsalə xanımla yəni mənim iş birliyim yoxdur, sadəcə olaraq dostluq. Çünki əvvəllər bir yerdə işləmişik, sonradan da elə dost kimi qalmışıq da. Yəni dost, Güzəlsən. Dost kimi qalmaq hər şeydən əladır. yəni təmənnasız dost. Hə, bilirəm. Sən ümumiyyətlə dostluğu eləyən oğlansan, dostluğu bacaran oğlansan. Adam var nəsə təmənna güdür, adam var nəsə nə bilim orada nəsə bir şey, bir Allah şahiddir ki, yəni mən heç kimdən nə təmənna güdməmişəm, heç bir şeydən yana heç zat. Yəni bir dənə mənim alnım açıqdır. Mübarək, sənə evdə qadağalar qoyurlar, filan qızla, məsəl üçün, oxumayassan. Qəti. Qabaq var idi axı deyəsən belə şeylər. Hətta sonradan önce yavaş-yavaş gördü ki, mən sənət adamıyam. O lazımdır. Çünki zəng eləyənlər öz yanında deyir ki, gələndə bir dənə də oxuyan xanım gətir özündən. Nətər deyim ki, gətirmirəm, elə şey olur. O da yavaş-yavaş öyrəndi də, çünki bu sənət insanlarına, Hə, inanır sənə. bu sənət insanlarına samimdir. Həyatda gələnlər çox az olur, yəni ailə quranlar, həqiqətən də. Bizim sənət elədir ki, sən özün İstər-istəməz adamın ürəyinə bir qısqanclıq Hə, ay sağ ol, həm Yox, də, toxunmaq olmaz axı. Yəni niyə görə qısqansın? həm də çöllərdə olursan, həm də rayon toyları, gecə saat 4-də 5-də gəlib çıxırsan. Nə qədər olmayan insan da ürəyinə gəlir işinə bu. Yox, ürəyinə də gəlməli deyil. Niyə görə gəlməlidir? gəlməli. Yəni hər bir müğənninin Çörək yoldaşı, qazanır. hər bir müğənninin yoldaşı var. Ay qardaş, yoldaşı da var, Yoldaşı da var, yoldaşı saxlayan yoxsa sevgilisi də var. Sevgilisi də var. Yəni heç bir müğənni yəni Tək bekar deyil. deyil. Yəni tək dövrədə dədə var, elə mübarizi gözləsin ki, hə mübariz gəlsin, Ay, ya sağ Samir. ol. Bir şey yox deyib, çox Dünyada adam başqa yoxdur. şey başa düşür. Vallahi hamının Allah həyatında Samir düz deyir. Heç kim tək deyil. bizim yəni Bir də bir kimi şey deyim. ailəmiz vardısa, yəni biz başqa yerə niyə getməliyik? Yəni belə şey bəli, olamaz. bəli, Yəni çünki Samir, mən sənə bir şey deyim. Bizim sadəcə olaraq sənətimiz göz önündədir deyə. Ay, sağ ol. Güya klinikada, xəstəxanada 50 dənə bəy həkimi var, 50 dənə xanım həkimi var, var. əlbəttə ki. Sadəcə olaraq qapalıdır. Məsələn üçün bəy həkimin yoldaşı evində oturub, heç bilmir o klinikada hansı xanımla dostluqdan söhbət gedir. Ha, dostluq eləyir, nə bilim hansı xanımla bu dəqiqə oturub çay içir, hansı xanımla hansı xəstəyə baxır. Yəni bilmir axı bunu. Müəllimi olsun elə. bilməyənlər də elə danışır. Bax, belə deyək də, demək, indi elə olur da, indi həyətə düşürlər, uşaqlar həyətə düşür, indi qonşudur, yoxsa kimdir? Hə, Samiri qısqanmırsan, niyə qısqanmırsan Samiri? O deyir ki, niyə qısqanım Samiri? Samir bəyəm kimləsə duet oxuyurum efirdə. Yəni, Samir neyinir ki, Samir elə görüntüdə elə evdən Samir düet danışa-danışa qoymurlar gedir. axı səni, istəmirlər. Özüm istəmirəm, ya vallahi özüm istəmirəm. Heç olmayıb axı sənətə çıxandan da düzdür çox adam deyibdi ki, mən biraz rayonlara CV yazım yaxşıdır deyə çox istəyib ki, mənlə duet oxusun. Verişinə bax, Hollandiyadan zəng gedir. Amma oxumamışam. Çünki niyə görə oxumamışam, nə bilim. Elə bilmişəm ki, evdə də qısqanırlar deyə, istəmirlər. mən Ona də görə də təklif istəmirəm. elədim. İstəmirəm oxuyum. Mən də təklif elədim Samir bəyə. Dedi Dedi- ki, üzürlü sayda dostumsan, amma evdə biraz Yəni evdə deyəndə istəmirəm də, çünki
hələ mən duet oxumamışam, hələ həyata zada düşəndə deyirlər ki, bu Samiri qısqanmırsan. O da deyir ki, niyə qısqanım Samir? Samir bəyəm kimdənsə duet oxuyur. Valla mən duetə gedəndə görüntülü danışa gedirəm. Sən çox istəyir. Hə, gələndə də görüntülü danışa gələm. Bacımız səni çox istəyir. Biz ayrılırıq, nəyə ayrılırıq Orxan? Şifahi məlumata. Şifahi məlumata ayrılmadan öncə qoy tamaşaçılarımıza bir elanı deyim. Əziz iş axtaranlar, işi olmayanlar, bax kütləvi surətdə sürücülər lazımdır, kasserlər lazımdır, satıcılar lazımdır, buxaltırlar lazımdır, ambarda işləyənlər lazımdır, xadimələr, aşbazlar, satış menecerlər lazımdır. Sürücülər ümumiyyətcə kim sürücüdürsə, hamınızı aylıq əmək haqqı 800.000 manat maaşla işə dəvət edirik. 050 ilə 672-89-83 nömrəsindən əlaqə saxlayın. Elə bu dəqiqə qeydiyyatdan keçin, gəlin, tanış olun işlə və ondan sonra sizə hansı rayon, hansı bölgə yaxındırsa o ərazidə də artıq siz işə başlayacaqsınız. Maşının texniki xərclərini də şirkət özü ödəyir, yanacağıdır, xarab oldu, nə bilim, detallardır filan bəşməkən, bunları da şirkət özü ötərsən götürür. Sadəcə biz işə qəbul edib və ayda 700.000 manat arası maaş veririk. Mütləq əlaqə saxlayın, işsiz qalmayın. İzləyək şifahi məlumatı ardınca Samir Abbasovdan oğlum üçün yaşayıram mahnısı ilə davam edəcək. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkür bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Məzələnmə, qoy Davam edirik əziz tamaşaçılarımız. yığım sonra verir. Düzdür yoxsa yox, yalan da oydu. Tamamda problem var ya. Tamamda elə problem var ya. İndi Samirə də işıqdan gəlir də birazdan. Mübariz, sənə də oradan təşəkkür edirəm. Sağ ol, Samir. Gəldiyin üçün, bizlə bərabər olduğun üçün. Bu arada mən yadımdan çıxmamış ona da təşəkkürlərimi bildirim. Mənim İsmail qardaşıma təşəkkür edirəm. Xəbər Media saytı proqramımızın. Dostumuz da, bizim qardaşımız da İsmail. Çox yaxşı oğlandı İsmail. Sən tanış edəm, sən də. İsmail, bugün maraqlı materiallar var. Kommunal var, kommunal. Maraqlı Kommunal var. Məsələlər var. Bugün bütün saytlara yayımlayarıq Allah qoysa. Yalan deyir, yalan deyir. İsmail'i salamlayıram. Mübariz, sənə təşəkkür edirəm. Samir, sənə təşəkkür edirəm əzizim. Çox sağ ol Samir. Sən bizim doğrudan da bayaqdan zarafatlaşırıq, amma sən bizim doğrudan dəyərli qardaşımızsın. Səni illərdir tanıyırıq. Yəni sən doğrudan da ürəyi düz, ürəyi saf qardaşımızsan. Allah sənin can sağlığı versin. Allah sənin o gül balığı saxlasın. İnşallah toyun görək Allahın köməyi ilə. Toy edəsən, evə gəlin gətirəsən Allahın köməyi ilə. Valideyn üçün ən böyük arzudur da o. Gecə gündüz Allaha dua edirik, övladımızın xeyir işlərini görək. Alam üçün yaşayıram. O mahnında ona görə oxumuşam ki, doğrudan da biz valideynlər balamız üçün yaşayırıq. Allah bütün bağları qorusun. Amin. Müsalə, sənə çox təşəkkür edirəm. Sizə təşəkkür edirəm. Sənət uğurları arzulayıram sənə, yaradıcılıq uğurları arzulayıram. Allah yolları var, açıq eləsin. Biraz az ye, biraz az giyin. Ümumiyyətlə işlərin üstünə düş, madam başlamısan,
Yavaş-yavaş Allah şansını versin. Tabii Davam özünü elə. verən, Bəli. şansı verən. Təşəkkür Uca Rəbbimizdir. Özü müqəddəs bir ayda başlamısan. 11 ayın sultanı olan Ramazan ayının demək olar ki, bayram ərəfəsindəyik. Bax, o məqamda başlamısan, çox gözəl bir vaxtda bədə başlamısan. Allah əziyyəti bir yerdə qoymasın. Amin, İnşallah, amin. Uğurlar minnətdaram. arzu edirəm inşallah. Səbəbkar Samir dostuma da təşəkkür edirəm. Mübariz müəllim aramasınız. Bu efir sənin bundan sonra da hansı yerlərə gəldin, gəlmədin, bu efir sənin debütündür. Bu efir sənin həmişə yaddaşında əbədi qalacaq. Bəli. İlk efirin bu oldu. Belədir. Və mən sonda bir daha dərin təşəkkür bildirəm sənə və çox hörmətli Ramiz müəllimə dərin təşəkkür bildirəm. Doğrudan da gözəl insandır. Həm mənim qohumumdur da, yəni bilirsən, Ramiz müəllim mənim qohumumdur və mənim dostum, qardaşım. Doğrudan da bu insandan yoxdur vallahi. Tamam, hələ buradayıq, ayrılmırıq. Hə, ayrılmırıq. Sadəcə reklama ayrılacağıq. Doğrudan Səndən ifa bax, təqdim edək. mübarizimdir də mən. Buyur. Baş əymədim qohum yada, balam üçün yaşayıram. Allah bilir bu dünyada, balam üçün yaşayıram. Allah bilir bu dünyada, balam üçün yaşayıram. Arzulara çata çata, qorxmamışam gələ xəta. Minə zaba bata bata, balam üçün yaşayıram. Arzulara çata çata, qorxmamışam gələ xəta. Minə zaba bata bata, balam üçün yaşayıram. Bu həyata həvəsi, avazındakı səsi, gedib gələn nəfəsi, balam üçün yaşayıram, balam üçün yaşayıram. Ey fələk əymə qəddimin, sızlayar qəlbimin simin. Atam kimi, anam kimi, balam üçün yaşayıram. Atam kimi, anam kimi, balam üçün yaşayıram. Arzulara çata çata, qorxmamışam gələ xəta. Minə saba bata bata, balam üçün yaşayıram. Arzulara çata çata, qorxmamışam gələ xəta. Minə saba bata bata, balam üçün yaşayıram. Kim yaşamır yalan ömrü, bizi dərdə salan ömrü. Keçən keçib qalan ömrü, balam üçün yaşayıram. Keçən keçib qalan ömrü, balam üçün yaşayıram. Arzulara çata çata, qorxmamışam gələ xəta. Minə zaba bata bata, balam üçün yaşayıram. Arzulara çata çata, qorxmamışam gələ xəta. Minə zaba bata bata, balam üçün yaşayıram. Minə
ki, narahat olma. Yox, mən Deməli, reklam arası Mən istəmişəm, Suivi hiç əsəbləşmə. mən işlənmişəm. O iş əslində qurulmuş, o iş əslində qurulmuş idi. Onu qurmuşdu. Deməli, əziz tamaşaçılarımız, bir dostumuz var. İstəyib mübarizlə zarafat eləsin. O bayaq məsələ var ya, burada kommunal məsələsi ki, 125 manat borcum var. İndi onu zarafat edib. İndi mübariz reklam arası yığdı, onu biraz danladı, tənbih elədi ki, o efir söhbətidir, sən onu efirdə eləyirsən. Yəni, olan şeydir də, sən Əslində çox qurulmuş istədiyinə. idi, o iş qurulmuş idi. Olan şeydir. Olan şeydir. Narahat Narahat olma. olma. Xanım da indi istəyib ki, səni keyf başlasın, güldürsün. Qaş vurduğu yerdə deyir, gözünü çıxardım. Təşəkkür edirəm hər birinizə, əziz tamaşaçılarımız. Sabahları eyni saat, eyni vaxt yenə bizim üçün işləyəcək. Özünüzə yaxşı baxın, Allah hər birinizi qorusun. Hələlik.